Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve sallallahu ala seyyidina Muhammedin ve alihi't tahirin. Salam hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Həccin əməlləri barəsində söhbət edirdik. Ümidvarıq Allah təbarək və Teala bizim əziz tamaşaçılarımıza və əziz müsəlman qardaş və bacılarımıza məqbul həcc Allah nəsib etsin və bizə zəmin yaratsın. Həccdən qabaq kifayət qədər bunun əməlləri ilə inşallah tanış olaq və eləyə bilək səhih və inşallah məqbul həcc yerinə yetirək. Dedik ki, həccin əməli vardır, təməttü ümrəsindən sonra yerinə yetirilir. Birinci, ehram bağlamalıyıq, ehramdan sonra Ərəfatda vüquf etməliyik, Ərəfatda dayanmalıyıq, bu barədə danışdıq. Sonra Məşərül Hərama köç etməliyik. Məşərül Həramın əməlini yerinə yetirdikdən sonra Mina dağına köç etməliyik bayramın günü, gün çıxandan sonra. Və Minanın 3 əməli vardır ki, onun birinci əməli həccin 4-cü vacib əməli sayılır. İbarətdir sonuncu cəmərəni daşlamaqdan. Yəni sonuncu şeytan əlaməti olan sütuna 7 daş atmaqdan ibarətdir. Ötən verilişimizdə dedik ki, Minada və Minanın məhdudəsində 3 sütun mövcud olubdur ki, biri-birindən müəyyən fasilə ilə ki, bu Mina tərəfindən gələndə bunun birincisinə cəmərəyi ula, ikincisinə cəmərəyi vusta, üçüncüsünə cəmərəyi əqəbə deyilir ki, bunların üçü də daşlanmalıdır. Amma üçü bunların hələ biz Minanın əməlini qurtardıqdan sonra, hacılar Minanın əməlini qurtardıqdan sonra Məkkəyə qayıdır. Məkkənin 5 əməlini yerinə yetirdikdən sonra yenidən qayıdırlar Minaya. Bunun üçünü 2 gün və bəziləri 3 gün daşlayırlar. Ki, bunun barəsində danışacağıq. Amma hələlik Minanın birinci əməli kimi təkcə biz sonuncu cəmərəni daşlayırıq. Sonuncu cəmərəyə 7 daş vurmaq vacibdir. Bəs gəlirik biz sonuncu cəmərəyə 7 kiçik daş atırıq ki, bu daşların sifətləri, vəsfləri və şərti barəsində istəyirik bugünkü söhbətimizin əvvəllərində deyək. Birincisi budur ki, bu daş böyük olmamalıdır. Eyni zamanda çox da kiçik və xırda olmamalıdır. Bir kiçik daş olmalıdır əslində, amma nəinki çox kiçik. Təqribən desək bizim barmağımızın bir bəndindən də kiçik olsa daha da yaxşı olar ki, bundan lazımdır ki, böyük olmasın. Daşın ikinci xüsusiyyəti və ikinci şərti budur ki, hərəmin daxilindən olsun. Yadınızda olsa biz dedik ki, hərəmi müəyyən etdik və hal-hazırda da buyururlar ki, hərəmin məhdudəsi 4 tərəfdən müəyyən olunmuşdur, müəyyən tablolarla elan vurulmuşdur ki, buradan artıq biz hərəmə daxil oluruq. Biz də söhbətlərimizdə dedik ki, hərəm Məkkə şəhəri özü bütövlükdə hərəmin daxilindədir. Baxmayaraq ki, bugünkü gün Məkkənin məhdudəsi vüsət tapdığı üçün, genişləndiyi üçün bəzi yerlərdə hərəm onun daxilində qalır. Yəni, nəinki o hərəmin daxilində qalır. Amma hər halda hərəmin daxilindən olmalıdır. Amma bir sıra yerlər istisna olunur. Ondan biri Məscidül Həramdır. Məscidül Həram baxmayaraq ki, hərəmdir. Lakin oranın daşından istifadə etmək olmaz rəmi cəmərə üçün. O cümlədən Xif məscidindən istifadə etmək olmaz. Hətta buyururlar, ehtiyat vacibi əsasən mütləq şəkildə məscidlərin daşından istifadə etmək olmaz. Məscidin özündə, ətrafında olan daşlardan istifadə olunmasın. Amma müstəhəbdir Məşərül Həramdan olsun. Bu daş Məşərül Həramın daşlarından olsun. Müzdəlifə çölünün daşlarından olsun. Biz yəqin ki, artıq söhbətlərimizdə məlum olub, izləyibsiniz. Bundan qabaqçı əməlimiz Məşərül Həramda vüquf etməkdir. Yəni biz
Ərafatdan köçürük gecə Məşərul Hərama, Məşərul Həram gecəni orada qalırıq, sübh vaxtı vüquf niyyəti edirik. Gecə zamanı eləyə bilərik daşları oradan yığaq və müstəhəbdir bu işi görək və ya sübh açıldıqdan sonra o daşları yığaq müəyyən qədərində, həm Minanın əvvəlinci gününün daşını və həm eləyə bilərik sonraki daşları da nəzərə alaq ki, sonradan qayıdacaq, 3 cəmərənin 3-ünü də daşlayacaq. Hər halda müstəhəbdir Müzdələfənin daşı olsun. Üçüncü şərt, daşın artıq özünün deyil, burada daş atmağın şərtlərindəndir. Lazımdır bu 7 daş tədricən atılsın. Tədricli olmalıdır bu. Birinci, sonra ikinci. Biz eləyə bilmərik ki, 7 kiçik daşı bir dəfəyə ovuculayaq və cəmərəyə onu tullayaq və ataq cəmərəyə. Baxmayaraq ki, hətta biz onu bir dəfəyə ovuculasaq və atsaq cəmərəyə, tədricən də belə dəysə kifayət etməyəcəkdir. Lazımdır bir-bir götürüb o daşları cəmərəyə ataq. Əlbəttə, burada müstəhəb əməllər də vardır. Mən buna keçmək istəmirəm. Sadəcə olaraq birini istəyirəm burada deyəm. İnşallah görəcəksiniz söhbətlərimizdə ki, biz Məkkənin əməllərindən qayıtdıqdan sonra bu 3 cəmərənin 3-ünü də daşlamaq lazımdır. Buyururlar, Əqəbə cəmərəsini, sonuncu cəmərəni daşlayarkən arxamız Məkkəyə və üzümüz cəmərəyə tərəf olsun. Lakin o biri cəmərələri, o biri sütunları daşlayarkən, birinci və orta sütunları daşlayarkən əksinə üzümüz cəmərəyə tərəf. Yəni keçib arxadan şeytanı daşlamalıyıq ki, belə ki, üzümüz qibləyə qalsın və üzümüz Kəbə evinə qalsın. Amma cəmərəyi Əqəbədə, sonuncu cəmərədə arxamız Kəbə evinə və üzümüz cəmərəyə qalsın. Bəlkə də bunun səbəbi bu ola bilər ki, yadınızda olsa biz ötən verilişimizin müqəddəməsində dedik, tarix boyu 3-cü cəmərə, yəni o sonuncu cəmərə bir dağın sinəsi olubdur. Yəni belə olmayıbdır ki, onun 4 tərəfi açıq qalsın. Bəlkə bir tərəfi və ehtimalən Kəbəyə olan tərəfi açıq qalıbdır və Peyğəmbər də elə o hissəni, Peyğəmbər Rəsul Əkrəm sallallahu aleyhi və səlləm o hissəni daşlayıb və o hissəni rəmy edibdir. Amma rəmyin və daşlamağın özünün vacibləri vardır ki, birincisi budur ki, niyyət etmək lazımdır. Bütün ibadətlərdə olduğu kimi və bu niyyət də ixlas üzündən olmalıdır. İkincisi budur ki, bu daşlar təbiidir, artıq bunu deməyə də ehtiyac yoxdur, əllə atılmalıdır. Üçüncüsü bundan ibarətdir ki, bu daşlar rəmy edənin özünə, daşı atanın özünə istinad verilməlidir. Belə ki, əgər mən daşı atıramsa, hacı daşı atırsa, bildiyiniz kimi artıq orada cəmiyyət çoxdur və bir-bir daşlar yağdırılır o sütuna tərəf, şeytan əlamətinə tərəf. Orada mümkündür mənim daşım digərinin daşına dəyərək onun köməyi nəticəsində sütuna dəysin, o divara dəysin. Buyururlar, bu kifayət etməyəcək. Birbaşa mənim və ya atan hacının daş atmasına müstənəd olmalıdır, nisbət verilməlidir. Və ya mümkündür, bu da təsəvvür oluna bilər. Mümkündür bir tərəfdə bir divar, bir maniyə yaradılsın, həmin sütunun tərəfində, həmin divarın tərəfində və mən daşı atıram, dəyir o sütuna, o maniyəyə, sonra üz alır, gedir, dəyir o divara. Buyururlar ki, ehtiyat əsasın, bu da kifayət etməyəcəkdir. Bəs bu da üçüncü şərt. Dördüncüsü budur ki, 7 daş dəqiq dəyməlidir. Yəni, nəinki biz 7 daş atmalıyıq o sütunun tərəfinə? Xeyr, 7 daş ola bilsin, biz hətta 14 daş ataq ki, onun 7-si dəyməsin. Bir qədər atmalıyıq ki, yəqin etməliyik ki, 7-si dəysin. Əgər şək gediriksə necə? Şək gedirəm, bilmirəm, 7 daşı atdım və ya atmadım, buyururlar şəkkidə artıq bu təvaf kimi deyil, namaz rəkətləri kimi deyil. Nə qədər ki, hələ biz o əməldən kənarlaşmamışıq, şək gedirik ki, 7 daş oldu, olmadı, burada o qədər atmalıyıq ki, yəqin etməliyik ki, 7 daşı biz cəmərəyə vurmuşuq. Biz bunu 2 cür hesablaya bilərik bu şəkki. Baxın, bir dəfə mən atıram, çünki ola bilsin, adicə biz buradan nəzər salanda deyək ki, bu necə şəkdir, artıq durmuşam, atıram,
Görürəm ki, dəydi divara. Təbii ki, artıq dediyimiz kimi cəmiyyət çoxdur, daşlar yağdırılır o sütunların, divarların tərəfinə. Burada adam çaşa bilir və bu çaşmaq da təbiidir. Ona görə bu məsələni bilmək lazımdır. Burada iki cür şəkk edə bilirəm. Bunu şəkk edə bilirəm ki, rəqəmlərində çaşam. 1, 2, 3, ola bilsin rəqəmdə. Necə ki, namazın rəkətlərində, təvafın sayın, şoutlarının sayında şəkk hasıl ola bilir. Bunun rəqəmlərində də şəkk hasıl ola bilir. Biri də var ki, xeyr, bilirəm 7 dəfə atmışam. Amma bəzilərində belə güman edirəm ki, dəyməyib. Bəs şəkk iki cürdür. Bir əsl ədəddə şəkk edirəm, bir də ki, ona dəyib dəyməməyində şəkk edirəm. Hər ikisində daşı bir qədər atmalıyam ki, yəqin eləməliyəm 7 daş atmalıyam. Amma artıq atsam necə? Xeyr, artıq atmağa mənim əslində haqqım yoxdur. Belə ki, qabaqcadan niyyət edə bilmərəm ki, mən istəyirəm cəmərəyə 8 daş atam, cəmərəyə 10 daş atam. Xeyr, 7 daş atmalıyam. Bəli, əgər bəzi yerdə ehtiyatı istəyirəm riayət edəm, belə təsəvvür edirəm ki, xeyr, mən 7 daşı kamil atmamışam, 1-2 daşı artıq atıram, sonradan məlum olur ki, xeyr, artıq atılıb burada. Qabaqçı daşlarım da düz olub, səhih surətdə olub. Artıq burada buyururlar ki, bunun eybi yoxdur. Lebbeyke la şerike leke lebbeyk innel hamde ve ni'mete leke vel mulk la şerike leke lebbeyk lebbeyke la şerike leke lebbeyk innel hamde ve ni'mete leke vel mulk la şerike leke lebbeyk. Bir dənə də burada daşın xüsusiyyətlərindən nəzərə almaq lazımdır ki, buyururlar, daş bikr olmalıdır. Bikrin mənası bundan ibarətdir ki, yəni nə özü və ya nə digərləri o daşı səhih surətdə, səhih şəkildə cəmərəyə vurmasın. Bunun mənası bundan ibarətdir ki, yəni biz eləyə bilmərik ki, oradan elə daş götürək ataq cəmərəyə, yəni atılmış daşları. Xeyr. Yəni orada səhih şəkildə atılmış daşlardan götürüb mən istifadə etməməliyəm. Atılmayan daşlar, səhih şəkildə istifadə olunmayan daşlardan istifadə olunmalıdır. Hətta başqa illərdə də olsa belə, əgər o daşlar istifadə olubdursa, eləyə bilmərik o daşlardan istifadə edək. Mümkündür burada belə bir sual yarana. Biz haradan bilək ki, o daşlar istifadə olunub-olunmayıb? O qədər daşlar mümkündür elə oradan yığırlar, gətirirlər, tökürlər Müzdəlifə çölünə. Baxın, nə qədər ki, biz şəkk edirik və yəqin etməmişik ki, baxın, bu daş, istifadə etdiyimiz daş hal-hazırda istifadə olunmuş daşdır. Buna yəqin etməmişiksə, şəkkə etina yoxdur, elə o daşlardan biz istifadə edə bilərik və heç bir maniyəsi yoxdur. Bu şəkk barəsində bir məsələni də diqqətinizə çatdırım. Mümkündür, cəmərədən xaric olduqdan sonra, o məhdudədən xaric olduqdan sonra, cəməratdan çıxdıqdan sonra mən şəkk edim. Bu daşın düzgün vurulmasında və ya sayında. Əgər mən hələ gedib zibh etməmişəmsə, nəhr etməmişəmsə, qurbanlıq etməmişəmsə, bildiyiniz kimi inşallah deyəcəyik, bu rəmi cəmərədən sonraki olan minanın ikinci əməli və həccin 5-ci əməli qurbanlıqdır, qurban kəsməlik. Bunun barəsində inşallah söhbət edəcəyik. Hələ buradan ayrılmışam, daşları atmışam, hələ qurbanlığı kəsməmişəm. Bu zaman şəkk ediriksə, şəkkimiz iki cür ola bilir. Bir azlıq baxımından şəkk edirik. Bilmirik ki, mən bilmirəm 7 daşı səhih vurdum, vurmadım. Ola bilsin 5-in səhih vurdum, 2-sin səhih vurmadım və ya 7 daş atdım, atmadım. Bir dəfə də şəkk edirəm ki, 7-dən artıq atdım, atmadım. Bilirəm 7-ni atmışam, 7-dən artıq atdım, atmadım. Çox tərəfinə etina etməməlidir şübhəsiz. Az tərəfinə, nə qədər ki, qurbanı kəsməyə gedib atmalıdır. Naqislik qədərini təkmil etməlidir. Əgər 2 daşla şəkk edirəmsə, 5-nə yəqinim varsa, gedib 2 daşla rəmi etməliyəm. 2 daşla atmalıyam. 1 daşa şəkk edirəmsə, gedib 1 daşı atmalıyam. Amma əgər xeyr, qurbanlığı kəsdikdən sonra artıq mən şəkk edirəmsə, artıq heç də bu şəkkə etina etmək lazım deyil. Amma söz verdiyimiz kimi artıq növbəti əməl,
Mina dağının 2-ci əməli, həccin 5-ci əməli qurbanlıqdır. Qurbanlıq 3 cür ola bilər ki, fəzilət tərtibi ilə buyururlar, birinci dəvədir, ikinci inək, üçüncü qoyundur. Amma ədəd baxımından necə? Bəs fəzilət baxımından birinci dəvədir, sonuncu qoyun qurbanlıq etməkdir. Amma ədəd baxımından aya bir hacı birdən artıq qurbanlıq edə bilərmi? Dəvə və ya qoyun və ya inək. Buyururlar, bəli. Qurbanlıq üçün, ki o qədər dəyərlidir, ən kiçik qurban və ən az qurban bir ədəd qoyundur. Rəvayətdə varımızdır, Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkəyə gələndə 100 baş dəvə qurbanlıq gətirdi. Onun 34-ünü Həzrəti Əli əleyhissalamın, Əmir-əl-Mömin əleyhissalamın niyyətinə qurbanlıq etdi, 66-sını öz niyyətinə və öz tərəfinə. Bəs məlum olur ki, qurbanlığın ən az ədədi və həmçinin, necə deyərlər, fəzilət baxımından ən aşağısı qoyundur. Bəs biz eləyə bilərik, neçə dənə dəvə və neçə dənə qoyun, neçə inək qurbanlıq edək və daha da fəziləti bunun çoxdur. Burada bir neçə məsələni diqqətinizə çatdırmaq lazımdır. Birincisi budur, artıq məsələn biz biraz təbiiləşdirək söhbətimizi, bu məsələni. Gedirik, yazılmışıq həccə, gedirik artıq minadayıq, əməlləri yerini yetirmişik. Təbii ki, özümüz burada nə qoyun aparırıq, nə gedib qoyun alırıq, bizi aparan karvan, adətən bu cür olur. Karvan başçısı, orada məsul şəxslər var, məsul işçilər vardır, bizi karvan aparan ruhanilər, onlar gedir bizdən aldığı pulla bizim qurbanlığımızı alırlar. Təsəvvür edin, bizim karvanımızda 100 nəfər hacı var. Gedir bu şəxs də bizim pulumuzun məcmuəsi ilə 100 baş qoyun alır, gətirir. Burada sual yaranır. Necə, hansı formada bunu kəsməlidir? Buyururlar ki, əgər bunu kəsərkən, ki bizim vəkil etdiyimiz şəxs, bunu kəsərkən hər birinin niyyətini orada etsə, hər bir qoyunu, hər birinin niyyətini etsə, elə kifayət edəcəkdir. Əlbəttə, çünki təbii ki, o qoyunlar, adətən qoyun kəsilir bugünkü zamanədə. Qoyunlar köklük, arıqlıq baxımından, bir miqdar biri-biri ilə dəyər baxımından fərqlənir. Burada lazımdır ki, orada şərik olan insanlar, şərik olan hacılar bunu biri-birinə halal etsinlər, biri-biri ilə razılaşsınlar. Bu zaman heç bir problem olmayacaqdır. Amma buna diqqət etmək lazımdır. Mən ki, özüm qurbanlığı kəsmirəm, özüm kəssəm ki, daha yaxşı. Özüm ki, kəsmirəm, başqasına qurbanı kəstirirəm, başqası mənim tərəfimdən qurbanlığı zibh edir, lazımdır mən o başqasını vəkil edəm, o başqasını naib edəm bu işimdə. Bəli, bəzən də olur ki, mən özüm birbaşa gedib orada qəssabları naib etmirəm. Mənim karvan aparan ruhani, karvan aparan şəxs orada onu vəkil edir, eybi yoxdur. Yəni, mən orada bu şəxsi vəkil edirəm, o da o qəssabı mənim tərəfimdən naib edir, bunun heç bir eybi yoxdur. Lakin buna diqqət etmək lazımdır ki, qurbanlığı kəsən zaman, o qurbanlığı zibh edən, kəsən, deyək, qəssabdır. Qəssabın niyyətindən əlavə, hacı özü də qurbanlıq niyyətini etməlidir və bunu unutmamalıdır. Burada artıq qurbanlığın təfərrüatlı məsələləri vardır, qurbanın öz şərtləri vardır, qüsurlu olmamalıdır və hansı keyfiyyətdə olmalıdır, hansı şərtlər lazımdır, müxtəlifdir. Adətən bunlar orada riayət olduğu üçün bizim verilişlərimizin, bizə ayrılan ümumi veriliş sayının məhdud olduğu üçün mən bunlara artıq vaxtı sərf etmək istəmirəm. İnşallah gələn verilişlərimizdə digər vacib əməllərdən danışacağıq ki, inşallah bunun gələn verilişimizdə danışdığımız birinci əməl həlq və ya təqsir olacaqdır ki, minanın 3-cü əməli və həccin 6-cı vacib əməlidir. Bununla da bizim verilişimiz sona çatır. Sizin diqqətinizə görə sizin hamınıza təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.